Möhtərəm cənab prezidentin müvafiq qərarı ilə Dövlət İmtahan Mərkəzinin yaradılmasından 10 il ötür. Bu 10 il ərzində Dövlət İmtahan Mərkəzi və Nazirlik arasında çox sıx əməkdaşlıq mövcud olmuşdur. Bu əməkdaşlığa görə ilk növbədə Dövlət İmtahan Mərkəzində işləyən həmkarlarıma dərin təşəkkür bildirmək istəyərdim. Dövlət İmtahan Mərkəzi Azərbaycan təhsil sahəsində özünə məxsus və çox vacib olan qiymətləndirmə istiqamətində fəaliyyət göstərir və bu istiqamət öz-özlüyündə həm dürüstlük, həm ədalətlilik tələb edən bir sahədir. Eyni zamanda bu illər ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən milyonlarla insan haqqında çox dəyərli, faydalı məlumatlar toplanılmış, sistemli şəkildə salınmışdır. İnanıram ki, bu məlumatlar Azərbaycanda insan kapitalının formalaşması və ölçülməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Məhz bu məlumatlar əsasında növbəti illərdə də Azərbaycanda imtahanların daha da təkmilləşdirilməsi, eyni zamanda ayrı-ayrı qurumlar tərəfindən, istər işə götürənlər, istər təhsil qurumları tərəfindən müxtəlif təhlillərin aparılması və daha keyfiyyətli qərarların verilməsi mümkündür. Mən fürsətdən istifadə edərək 10 illik yubiley münasibətilə Dövlət İmtahan Mərkəzinin rəhbərliyini və bütün həmkarlarımı səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, onların təhsil sahəsində gördükləri işlər bundan sonra da Azərbaycanın uğurla inkişafına xidmət edəcəkdir.